İşə namazını vaxtında qılmaq daha əfsəldir, yoxsa heç bir səbəb olmadan uzadıb qılmaq? İşə namazını və bütün namazları vaxtında qılmaq əfsəldir və xüsusən də bəzən insanlar olur ki, mən işanı gecikdirəcəyəm. Ancaq ən əfsəl odur ki, işə namazını cəmaatla məsciddə qılasan. Nə qədər ki bacarırsan, nə qədər ki çata bilirsən, gedə bilirsən, fürsətin var. Əfsəl odur ki, cəmaatla. Çünki məsciddə namaz vaxtında qılınır və sən də cəmaatla qılmalısan. Ola bilər üzrün var, gedə bilmirsən, xəstəsən, evdə qılmalısın işə namazını. Bəli, onda gecənin yarısına qədər gecikdirmək icazəlidir. Gecənin yarısı nə ilə ölçülür? Məsələn, məğrib namazı ilə sübh namazını ta ortasında artıq gecənin yarısıdır. Yəni gecənin bir çox səhih rəylərə görə səhih olan odur ki, yəni gecənin yarısından namaz ona keçməməlidir. Düzdür, bəzi alimlər sübh namazına kimi deyirlər, ancaq bir çox alimlər isə üstün rəy götürürlər ki, gecənin yarısına kimi, yəni məğriblə sübh namazı arasında olan vaxtın ta ortasında artıq gecənin yarısı. Nəyə görə belə deyilir? Çünki fəsillərə görə gecənin yarısı dəyişir. Ona görə sübhlə məğrib namazı arasında olan məsafə artıq gecənin yarısıdır. Ona görə gecənin yarısından oyuna keçməməlidir. Hətta evdə olduğun, üzürlüsən, gedə bilməmisən, evdə bəli gecikdirib qılmaq sənə icazəlidir. Yalnız işə namazına aiddir. Ancaq ümumən Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki: "İnnes-salate kanat alel-mu'minina kitaben mawquta." Həqiqətən namaz möminlərə vaxtı-vaxtında əmr olunur. Sual oluna bilər ki, nəyə görə işə namazı gecikdirə bilərik? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Ləulə ən əşuqqa alə umməti ləəmartuhum." Yəni onlara əgər çətin olmasaydı namazı gecənin 1/3-də əmr edərdim işanı. Bundan alimlər dəlil götürürlər ki, bu dəlildən ki, yəni namazı evdəsən, yəni məscidə gedə bilməmisən, evdə olduğun halda namazı gecikdirmək icazəlidir, gecənin yarısını keçməmək şərti ilə.